Əhmədov Elnur Mirəloğlu, Ağcabədi rayonu Heydərli prospekti ev 56. Buyurun, başınıza gələn hadisəni. Mənim dostum Mikimov Ceyhun və onun dostu Mustafa Ümman 130 min dollar dostum Tender adından məndən aldılar evimi, maşınımı satdıraraq. Mən bunlara 130 min dollar verəndən sonra bunlar qaçdı Türkiyə şəhərinə. Hansı adından almışdılar həmin 130 min dollar? Təhsil Nazirinə Tender adından. Yəni Təhsil Nazirliyinin tender keçirir. Tender uduflar, Tender adından mənə aldılar, qaçdılar ikisi də məni alladaraq Türkiyə şəhərinə. Buyurun, sonra başınıza nələr gəldi? Sonra dostum şəhid ailəsindən 50 min manat pul almışdım deyə. Dedi mənim tanışlarım var. Bu məsələni danışmışam. Dediklər ki, gəlsin, söhbət eləsin. Bu pulu biz prokurorluq yolundan ala bilərik. Hara prokurorluğu? Türkiyə prokurorluğu və bura prokurorluğu ilə. Buyurun. Sədərək bazarının yəsi Yusuf Qədimbəyli və qardaşı Ənvər Qədimbəyliyin oğlu İlham və İlkin mənlə gəldilər xurma restoranında, görüşdük. Dedilər, bəli, sənin yolu prokurorluq yolundan pulunu prokurorluq yolundan ala bilərik. Sənin hər bir faktın, sübutun var. Dedim, bəli. Bunlar bir gün sonra onların şəriyi Xamiz və İlham görüşəndən sonra bir də Rövşən. Görüşəndən sonra bunlar məni çağırdılar Türkiyə şəhərinə. Çağırdılar ki, bəli, sənin pulunu ala bilirik. Türkiyə prokurorluğu vasitəsilə Bəli, pulu alırlar. bəli, bəli. Bir yaxşı söhbət elədiniz. Siz gedirsiniz Türkiyəyə, orada prokurorluğa müraciət edirsiniz onların vasitəsilə. Sizə pul, sizin pulunuzu mənimsəyən şəxslərdən biri Türkiyə vətəndaşı olduğu üçün bu proseslər Türkiyə dövlətində həyata keçiriləcək. Yəni belə deyil. Bəli. Onlarla gedib, onların axranası Rövşənlə görüşəndən sonra, bir də oğlu İlhamla görüşəndən sonra İlham dedi ki, narahat olma, sənin pulunu alacağıq, heç bir narahatçılıq yoxdur, prokurorluqla danışmışıq. Axranalar Rövşən məni apardı bir şəxslərin yanına. Mənə orada məlum oldu ki, bunlar dövlət adamı yox, kriminal aləmlərin üzvləridir. Və türkü yığdılar Mustafa adlı şəxsi. Dedi, sən bunlara 130 min dollar pul atmışsan. Onların bütün əmlərin, dayıların dedi, sənə vaxt qoyuruq, bu insanın pulunu ver. Bunlar sənə dedi, bəli, Ceyhunla bir yerdə eləmişik, amma biz ona pul atmamışıq, onun pulunu verəcəyik. Oradan çıxandan sonra Rövşən, mən, bir də İlham görüşdük. Türk mənə zəng elədi ki, bəs kartına sənə 5 min dollar pul atıram. Onların axranası Rövşən və İlham mənim üstümə düşdülər ki, icazəsiz niyə başqa iş görürsən? Mənə dedilər ki, sən türkü yığ, denə ki, sən mənə heç bir borcun yoxdur. 130 min dollarımın hamısını aldım. Mənə türkü yığdılar. Dedim ki, bəli, mən 130 min dollarımın hamısını aldım. Dedilər, sən narahat olma, ged üzə Azərbaycana. Mən dostum Ceyhunla görüşən zaman, Ceyhun mənə Allahda apardı, verdi oğruların əlindən yenə də. Mən oradan yenə də qaçdım. Yəni oğrular dediyiniz kriminal aləmin üzvləri, bəli. Mənə dedilər ki, səni öldürəcəyik. Mən bunu Azərbaycana gələndən sonra Rövşənə danışdım. Rövşən mənə dedi ki, səni Azərbaycanda öldürəcəklər. Rövşən Sədərək Ticarət Mərkəzinin sahibi Yusuf Qədimbəylinin qardaşı oğlanlarının bəli, İlkinin axranasıdır. Bəli. Mənə dedi, səni Azərbaycanda öldürəcəklər, bəs danışmışam, sən getməlisən. Adam var, sənə nömrə verirəm, pulunu almışam, apar onlara 10 min pul ver, yoxsa səni öldürəcəklər. Mən də getdim, haqq verdi və Ramil adlı şəxslə danışdım. Dedim, bəs mən pulumu bunlar aparıb, mən niyə öldürməlidirlər ki? Dedi, bəs bizə əmr veriblər ki, səni vurmağa biz burada. Mən də bunlardan qorxaraq, mən bunları aparıb 4 min manat pul verdim. Sonra bunlar mənə dedi ki, oğru İlqamın yanına getməlisən. Rövşən Türkiyədən gələndə mən getdim Rövşəni aeroportda qarşıladım. Aeroportda qarşılayan zaman Ramin və Haqverdiyə bunlar yığdı. Yığan zaman Ramin və Haqverdi Rövşən onlara bildirdi ki, mən Türkiyədəyəm, sabah gələcəm. Dedi ki, bəs sən Elnura dəymə, biz Elnurun başına silah diriyən kimi Elnur puldan atqaz edəcək. Mən bu sözü eşidəndən sonra səhərsi gün Rövşən məni çağırdı. Rövşən məni çağırdı, dedi, sən pulunu almışam, heç nədən narahat olma, sən pulunu verəcəm. Amma bizim qarşımıza belə bir məqsəd qoyulub ki, sən oğru İlqamın yanına getməlisən. Mən bu səsi eşidəndən sonra mən bildim ki, bunlar məni öldürmək istəyir. Bundan sonra pulumu istəyəndə bunlar mənə dedi ki, heç bir dövlət bizə heç bir güc yetirə bilməz. Dedi, səni öldürərik, bu da bizim eləsin Sədərəkdən 1-2 dənə dükanımız. Və ondan sonra mənim evimə basqın ediblər.
Bununla bağlı sübutlarım var. Maşınımı pisaqla deşiblər. Yanımda gəlib silahla ateş eləyiblər. Buradan müraciətim cənab prezident İlham Əliyevədir. Daxili İşlər Nazirliyi Vilayət Eyvazovadır. Baş prokuror Kamran Əliyevədir. Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevadır ki, mənim pulumu əldə edib məni ölümdən hədər edirlər. Mənim və ailəmin həyatı təhlükədədir. Mən sizdən artıq dərəcədə xahiş edirəm ki, mənim bu işimə qanun qarşısında cavab verilsin. Bunlar öz elədiyi qanunsuz hərəkətlərindən qanun